Bildiyiniz kimi artıq qaliblər məlumdur. Belə ki, yarışmanın şərtlərinə görə hər sinif üzrə topladığı bala görə ilk 3 nəfər olmaqla toplam 24 nəfər yer tutmuş, həmçinin 111 şagird püşkatma yolu ilə hədiyyə qazanmışdı. Təhsilə daxilən bağlılığı, öyrənməyə olan sevgisi, əzmi ilə seçilən 135 şagirdimiz, fidanlarımız bugün fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır. Dəyərli qonaqlar, tədbirin sonuna qədər səbirlə və yüksək enerji ilə öyrənməyin çox çətin olmadığını aşılamaq üçün qaliblərimizi davamlı şəkildə alqışlayaq. Tədbirimizi açıq elan etmək üçün vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Ardından isə dövlət himnimiz səslənəcək. Yarışının çempionlarını yetişdirən ibtidai sinif rəhbərlərimizə hədiyyələrimiz və fəxri fərmanlarımız olacaqdır. İndi isə icazənizlə mükafatlandırma mərasiminə keçək. Hazırıq-mı? Əla. İlk olaraq püşkatma yolu ilə smart saat qazanan birinci sinifləri səhnəmizə dəvət edirik. Beləliklə, bir saylı məktəbdən Zəfər Qulamov gəlir. Astara bir saylı məktəbdən Mələk Feyziyeva. Alqışlar. 7 saylı məktəbdən İnci Vəliyeva. Daha bir 7 saylı məktəbdən Murad Bağırov bizimlədir. Həmçinin Viravul 2 saylı məktəbdən Çiçək Mirzəzadə və 2 saylı məktəbdən Fəridə Kamalova. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün Cənub Hazırlıq Mərkəzinin direktoru Talih müəllim Mənsimovu səhnəyə dəvət edirik. Dəyərli çempionlar, əziz məktəb direktorları, hörmətli valideynlər, sizi Cənub Hazırlıq Mərkəzinin təşkil etdiyi bilik yarışı mükafatlandırma mərasimində xoş gördük. Təbii ki, bugün bilik yarışı mükafatlandırma mərasimi 25 yanvarda keçirilən bilik yarışının qalibləri üçün biz dəvət edəmişik. Ənənəvi bilik yarışımız
həm yer tutanlar, eyni zamanda 111 nəfər şagirdə püşk atma yolu ilə hədiyyələr təqdim olunub. Təbii ki, bu formatın əsas məqsədi biz bir pedaqoq olaraq inanırıq ki, 8-ci sinifə qədər əslində heç bir şey gec deyil. Çünki ballar nisbidir, dəyərli çempionlar və püşk atmada adı çıxan əziz şagirdlər. Sınaq imtahanlarında yüksək bal, aşağı bal, təbii ki, bunlar nisbidir. Bizim təcrübəmizdə bunlar bir daha sübut edir ki, 8-ci sinifə qədər bünövrəsini sağlam eləyən uşaqlar yüksək nəticə yuxarı siniflərdə göstərə bilirlər. Təbii ki, 8-ci sinif, 7-ci sinif, bəzən 6-cı sinif, bəzən valideynlər uşaqlardan, yəni uşaqlara rəy bildirirlər ki, müsbət və ya mənfi. Təbii ki, mən istəyirəm ki, bunu valideynlər daha çox mütəxəssislərə buraxsınlar. Çünki bu uşaqlar balından asılı olmayaraq 200, 500, 300, yəni bunlar nisbidir. Bir daha biz görürük təcrübəmizdə aşağı siniflərdə xüsusi olaraq 500 bal, 600 bal, 700 bal davamlı çalışmaq çox-çox önəmlidir. Əsas olaraq davamlı çalışan şagirdlər nəticə əldə edirlər. Yüksək nəticə əldə etmək çox əladır aşağı siniflərdən. Təbii ki, velosiped qazananlar var. Ümumi olaraq birinci yer tutan, yüksək nəticədən yer tutanlar var. Bununla yanaşı püşk atmada yer tutmayan, təbii ki, 500 baldan aşağı olanlar. Sadəcə xırda bir statistikanı deyim, 111 şagirdən 52 nəfəri 500 baldan aşağı bal toplayıblar. Təbii ki, bunlar bizi ümidsizliyə yox, ümid verir ki, bu uşaqlara biz müəllim olaraq, valideyn olaraq düzgün yanaşa bilsək, bu nəticə yuxarı qalxacaq və buna əmin olun. Və ona görə də biz bu püşk atmada və bu təhsil yolu ilə bu uşaqların həyatına toxuna bilməyə çalışırıq. 111 şagird. Təbii ki, bizim əsas hədəfimiz aşağı sinifdən hər bir şagirdə toxuna bilməkdir. Təbii ki, bizim imkanlarımız daha çoxaldıqca biz şagirdlərin hər birinə təhsil yolunda hədiyyələrin sayını nə qədər biz artırsaq, biz buna inanırıq ki, bu uşaqlarda stimul verir, motivasiya verir. Bu motivasiyanı da təbii ki, hər bir vətəndaş üzərinə düşəni eləməlidir və inanırıq ki, təbii ki, dünya ilə yarışmaq üçün biz təhsilə bağlanmalıyıq, təhsilə nə qədər biz xərc çəksək, zəhmət çəksək, o azdır. Çünki bugün inkişaf etmiş ölkələrin tarixinə baxdığımız zaman elmə, təhsilə verilən dəyərdən sonra bugün dünyanın ilk qabaqcıl ölkələri sırasına daxil oldular. Və ümid edirik ki, biz cəmiyyət olaraq, millət olaraq bu planla, bu hərəkətlə biz yanaşsaq, ümid edirik ki, və hər bir gəncimiz, hər bir balamız uğur əldə edə biləcək. Bir daha gənclərimizi, balalarımızı təbrik edirik. Onların zəhmətini çəkən məktəb direktorlarını, ən əsası da sinif rəhbərləri, fən müəllimləri, məktəbdə əziyyət çəkən fən müəllimləri. Sizdən xahiş edirəm, orta məktəbdə zəhmət çəkən fən müəllimlərini, sinif rəhbərlərini bir alqışlayaq. Bu onların zəhmətidir. Hər birinizə uğurlar hazırlıq. Ümid edirik ki, hər birimiz bu bazar günü dincələcəyik və eyni zamanda uşaqlarımızın həyatında dönüş nöqtəsi olacağını da əminik. Cənub Hazırlıq Mərkəzi komandası olaraq da hər birinizə təşəkkür edirik. Çox sağ olun. Talih müəllimə təşəkkürümüzü bildiririk və növbəti püşk atma yolu ilə mango parfümdən ətir qazanan şagirdlərimizi səhnəyə dəvət edirik. Beləliklə 10 saylı məktəbdən Mirəli Quliyev gəlir. Masallı Ərkivan 5 saylı İsmail Arifli bizimlədir. Leyla Hacızadə Qurumba. Alqışlarımızı əsirgənməyək, daha gür alqışları xahiş edirəm sizlərdən. Elvira Əlizadə Sinovli, Yağmur Əlizadə 7 saylı, Fərəməz Rəcəbov Boladı 1 saylı, 7 saylı məktəbdən Arifə Nuriyeva, 10 saylıdan Əli Əşbər Heydərov, 1 saylıdan Nuran Ağayev və digah məktəblisi Rüqəyyə Baxşıyeva. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün
4 saylı məktəbin ibtidai sinif rəhbəri Yusubova Ayda müəllimi səhnəmizə dəvət edirik. Buyurun Ayda müəllimə. İlk öncə hamını salamlayıram. Körpə filanların həyatında rol oynayan Cənub hazırlıq kursuna minnətdarlıq edirəm ki, belə gözəl tədbiri yaradırsınız. Sonra sinif rəhbərlərinə və valideynlərə təşəkkür edirəm ki, uşaqlarımızla maraqlanırsınız, qayğıkeşliklə onları məktəbə, təhsilə yönləndirirsiniz. Bu cəmiyyətin ən böyük uğurudur. Burada oturan hər kəsə təşəkkür edirəm, körpə fidanlarımıza təbrik edirəm. Çox sağ olun bir daha. Və növbəti püşkatma yolu ilə F-partdan çətir və termos qazanan qalibləri səhnəmizə dəvət edirik. Beləliklə Tatovadan Əli Həbibov gəlir. Lerikdən Xəlil Şükürzadə bizimlədir. 7 saylı məktəbdən Nuray Məmmədova. Səpnəkəran məktəblisi Məhəmməd Xəlilov. Daha bir Məhəmmədimiz var. Bu Məhəmməd Tahirovdur. 2 saylı ibtidai məktəb. Kərgəlandan Aytac Kərimova. Lerikdən Məmməd Hüseyn Abdullayev. Kərgəlan məktəblisi Hüseyn Əliyev. 1 saylı məktəbdən Zeynəb Axundova və 2 saylı məktəbdən Zəhra Rızazadə bizimlədir. Alqışlar davam etsin. Səhnəmiz alqışla dolsun. Hədiyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün 10 saylı məktəbin ibtidai sinif rəhbəri Şəlalə müəllimə Əliyevanı səhnəmizə dəvət edirik. Buyurun. Mən də hamını salamlayıram. Bütün burada zəhmət çəkən, Talib müəllim başda olmaqla Cənub kursunun bütün müəllimlərini təbrik edirəm. Belə bir möhtəşəm tədbirə görə. Valideynlər də sağ olsunlar ki, uşaqlarına bu qədər maraqlanır. Sağ olun. Şəlalə müəlliməyə təşəkkürümüzü bildiririk və alqışlarımızla şagirdləri öz yerlərinə yola salırıq. Və növbəti püşkatma yolu ilə Smart Saat qazanan 2-ci sinifləri səhnəmizə dəvət edirik.
Beləliklə, Qumbaşıdan İnci Əliyeva, Yunus Həbibli Təngərüd, Fərda Qasımov 4 saylı, Nur Nəsirova Girdəni, Ümid Ağacanlı Təngərüd, Nuray Səbziyeva Vilvan, Vüqar Misirxanov 10 saylı. Hədiyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün 10 saylı məktəbin ibtidai sinif rəhbəri Qurbanova İlhama müəlliməni səhnəmizə dəvət edirik. Buyurun İlhama müəllimə. Salam əziz iştirakçılar. İlk öncə Cənub Hazırlıq Mərkəzinin direktoru Talih müəllim Məsimovu və onun müəllim kollektivini bu gözəl möhtəşəm gün münasibətilə təbrik edirəm və təşəkkürümü bildirirəm. Əziz valideynlər, çox sağ olun ki, sizlər biz müəllimlərə dəstək olaraq uşaqlarımızın belə gözəl savadlı yetişməsində bizə yardımcı olursunuz. Bir daha əziz qaliblər, məktəblilər, sizi təbrik edirəm. Uğurlarınız daim bol olsun ki, sizin sevincinizdən biz müəllimlərə də bir pay düşsün. Sağ olun. İlhamə müəlliməyə təşəkkürümüzü bildiririk və alqışlarınızla şagirdləri öz yerlərinə yola salırıq. Və növbəti püşkatma yolu ilə smart saat qazanan ikinci sinifləri səhnəmizə dəvət edirik. Beləliklə, 7 saylı məktəbdən Nilay Şərifzadə gəlib. Dildən Selcan Quliyeva, Lerikdən Simarə Şahizadə bizimlədir. 7 saylı məktəbdən İradə Şərifzadə, daha bir 7 saylı məktəbin şagirdi Kənan Babazadə. 3 saylı məktəbdən Zəhra Əsədova və 7 saylıdan İshaq Nəzərli. Hədiyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün 2 saylı məktəbin ibtidai sinif rəhbəri Əliyeva Dilarə müəllimi səhnəmizə dəvət edirik. Buyurun. Hoş gördük. Lənkəranın dəyərli ziyalıları, müəllimləri bu gözəl tədbirə görə zəhmət hazırlıq kursuna dərin minnətdarlığımı bildirirəm. O gün olsun, davamlı olsun bu tədbirlər. Uşaqların həyatında gözəl izi bıraksın. Təşəkkür ederim. Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları, indi isə musiqi dəqiqələrinə yer verək. Alqışlarınızla Cənub Hazırlıq Mərkəzinin 9-cu sinif dinləyicisi Xədicə Mövsümovanın ifasında Gülçöhrənin aryasını dinləyək. Buyur Xədicə.
Aşık oldum necə bir taze gülür anaya. Aşık oldum necə bir taze gülür anaya. Ki salıqdır məni o dişveylə göğaya. Ki salıqdır məni o dişveylə göğaya. Aşık oldum, aşık oldum, aşık oldum necə bir taze gülür rənaya. Aşık oldum, aşık oldum, aşık oldum necə bir taze gülür rənaya. Gözümün kanıyla sinemi yol ettim ki. Gözümün kanıyla sinemi yol ettim ki. Sebebi sana dolan bu kötü bir dermaya. Sebebi sana dolan bu kötü bir dermaya. Bu bir iştir ki salır iplik gibi edemiz o sevdaya. Aşık oldum, aşık oldum, aşık oldum necə bir taze gülür rənaya. Aşık oldum, aşık oldum, aşık oldum necə bir taze gülür rənaya. İndi isə növbəti olaraq püşkatma yolu ilə Smart Saat qazanan 3-cü siniflərin təqdimatını keçirik. Beləliklə, qalibləri səhnəmizə dəvət edirik. Həftoni məktəbindən Yaqub Əliyev gəlir. 7 saylı məktəbdən Məryəm Bayramova. 3 saylıdan Zeynəb İbrahimli. Rüqiyyə Tağıyeva Göyşaban. Hörmətli qonaqlar, alqışlarımızı əsirgəmirik. 3 saylıdan Rübab Əlizadə, Gimnaziya məktəblisi Hüseyn Talıbov, 5 saylı məktəbdən Nur Seyfullazadə, Girdəli məktəbi Zəhra Babazadə, Çinarə Azadova 7 saylıdan və Rüqəyyə Əbilova 10 saylı məktəbdən. Hədiyyələri təqdim etmək və ürək sözlərini bizimlə bölüşmək üçün 7 saylı məktəbin ibtidai sinif rəhbəri Dadaşova Rəna müəllimi səhnəmizə dəvət edirik. Buyurun. Salam hörmətli burada iştirak edən bütün valideynlər. Belə bir möhtəşəm tədbiri hazırladıkları üçün çox sevinirəm. Hamına təşəkkür edirəm. Çox sağ olun. Allah bir tane salma, bir şemsiz ateşsiz pervane salma. Yandığım odların
Çox sağ ol Zeynəb. Və Salam, hər vaxtınız xeyir, hörmətli tədbir iştirakçıları. Bugünkü tədbirə görə Cənub Hazırlıq Mərkəzinin rəhbəri və onun kollektivinə dərin təşəkkürümü bildirirəm. Beş sayılı məktəbdən Aysu Quliyeva, Yağmur Veyselova, Vilvan məktəblisi, Əli Babayev, Səmordov, Əli Rəhman Səbziyev, Vilvan, 7 sayılı məktəbdən Kamal Zeynov. Salam əziz müəllimlər, dəyərli təşkilatçılar və şagirdlər. Hər birinizi belə tədbirə görə təşəkkürümü bildirirəm. Uşaqlarımıza uğurlar arzulayıram. Uşaqlarımızın bu uğuru bizim sevincimizdir. Bunun arxasında böyük inam, zəhmət, səbir dayanır. Uşaqlarımızın inkişafına verdiyiniz dəstəyə görə Cənub Hazırlıq Mərkəzinə təşəkkür edirəm. Bütün şagirdlərə uğurlar arzulayıram. 7 sayılı Raul Məmmədli, İrəm Babayeva, Səmordov, Uğur İsmailov. Əziz qonaqlar, qaliblərimizi böyük coşku ilə qarşılayaq. Uğur. Qapabətim gəldi, süper. Bizim belə şeylərimiz olur. Hər birinizi salamlayıram. Təşkil et. Müəllim baxın, bura baxın. Əla, çox sağ ol. Əla. Şahid babası Rafael müəllim Heydərova, qazimiz Emin müəllim Quliyev başda olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Uğur qazanan bütün şagirdlərin, valideynlərinin, müəllimlərinin ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu şagirdlərimizin adı Həlimə İbadzadə kimi Cənub Hazırlıq kursunun tarixinə yazılsın. Hamınızı təbrik edirəm. Sağ olun. Çox sağ olun, biz təşəkkür edirik.
Siz Azerbaycan, ey güzel diyar, anamın mehriban kucağı sensen. Könül parmağının uçuklunluğu, onun çok sevdiği budağı sensen. Sensen düşündüğüm, sensen anlığım. Benim bu dünyada arkalanlığım, yeter alışığım, yeter yanlığım. Şirin gelibim, soran sensen. O yapsın könlümün sözlerim benim. Senden de tutulur gözlerim benim. Hele eğilmeyip dizlerim benim. Çünkü o dizlerin dayanı sensen. Desem de vurguna anam, bir tane sanma. Bir şemsiz, ateşsiz pervane sanma. Yandığım odların ocağı sensen. Qoy bilsin ey vətən bu alçaq yağı. Solmaz bağçamızın yaşıl yarpağı. Sen Babək yurdusan Azər torpağı. Aslanlar oynağı yatağı sensen. Çox sağ ol Zeynəb. Və növbəti püşkatma yolu ilə Smart Saat qazanan 6-cı sinifləri səhnəmizə dəvət edirik. Təbii ki, alqışlarınızla. Beləliklə, Şüri məktəbindən Tural Bağırov gəlir. 6 saylıdan Leyla Tağıyeva, 4 saylı Səadət Yusubova, Rəsul Sadıqzadə 6 saylı, Səid Miriyev 8 saylı, Leyla Xəlilli 6 saylı və Gülşən Əliyeva 7 saylı məktəb. İndi isə hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün Sinovlu məktəbinin direktoru Pərvanə müəllimə Ağayevanı səhnəmizə dəvət edirik. Buyurun. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Talih müəllim başda olmaqla Cənub kursunun bütün müəllim heyətinə təşəkkür edirəm. Belə gözəl təşəbbüsdən ötürü çox sağ olun deyirəm sizə. Gözəl balalarımızı ürəkdən təbrik edirəm. Bol uğurlar arzulayıram. Onlarla əziyyət çəkən hər bir fən müəlliminə öz peşə fəaliyyətində böyük müvəffəqiyyət arzulayıram. Çox sağ olun. Çox sağ olun, sizə təşəkkürümüzü bildiririk və növbəti püşkatma yolu ilə Smart Saat qazanan 7 və 8-ci sinifləri səhnəmizə dəvət edirik. Beləliklə, Vələdi məktəbindən Aman Səfərli gəlir. Ələkbər Abbasov, Kərgəlan. Fatimə Muradova, 7 saylı. Yusif Səlimov, 3 saylı. Türkanə Şıxcanova, 10 saylı. Müzəffər Hüseynov, Boladı 1 saylı, Əli Əbilov 7 saylı, Ülviyə Cəfərova, Günəhir, Ayan Cəfərova, Günəhir və Nərmin Qədirzadə, aşağı nüvədir. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün Dil Məktəbinin direktoru Əziz müəllim Əzizovu səhnəmizə dəvət edirik. Buyurun.
Mən də hər kəsi salamlayıram. Öz növbəmdə Cənub Hazırlıq Mərkəzinə təşəkkürümü bildirirəm. Qaliblərə uğurlar arzulayıram. Ələlxüsus mən bir fikri bildirmək istəyirəm ki, hər birimiz müəllimi burada oturanların çoxu ziyalıdır. İbtidai sinif müəllimlərinə ələlxüsus təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Əziz müəllim və alqışlarımızla şagirdləri öz yerlərinə yola salırıq. Beləliklə, növbəti püşk atma yolu ilə Smart Saat qazanan 8-ci sinifləri səhnəmizə dəvət edirik. 10 saylı məktəbdən Leyla Cəbrayolova gəlir. Cəvahir Məmmədbəyli 3 saylı, İsmail Sadıqlı 4 saylı, Hüseyin Rızayev Kərgəlan, Məhəmməd Rızayev 2 saylı, alqışlarınızı eşitmirəm. Nuran Hüseynzadə Parakənd 7 saylıdan Türkan Hüseynova, Aylin Şah Hüseynzadə 6 saylı və Nuray Bayramova 1 saylı. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün Kosalar Məktəbinin nümayəndəsi Aysel müəllim Cəfərovanı səhnəmizə dəvət edirik. Buyurun. Bütün təbrik iştirakçılarını salamlayıram. Mən bugün burada həm bir valideyn olaraq, həm də məktəb nümayəndəsi olaraq Cənub Hazırlıq kursunun təşkil etdiyi bu tədbirdə bütün iştirakçıları salamlayıram, onlara uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirik və alqışlarınızla şagirdləri öz yerlərinə yola salırıq. Əziz qonaqlar, məlumat üçün qeyd edək ki, Cənub Hazırlıq Mərkəzinə təhsil alan dinləyicilər ali məktəblərə qəbul imtahanında yüksək bal topladığına görə Respublika birincisinə 1500 manat, Prezident təqaüdçüsünə 500 manat, 650-700 bal aralığında 250 manat, 600-649 bal aralığında 150 manat bir dəfəlik pul mükafatı verilir. Bugün həmin verilən sözün yerinə yetirilməsi günüdür. Məzunlarımızın timsalında zəhmətin, əzmin və məqsədyönlü çalışmanın nəticəsini görürük. Beləliklə, 2024-2025 tədris ilində yüksək bal toplayaraq böyük uğura imza atmış məzunlarımızı alqışlarınızla səhnəmizə dəvət edirik. Füzuli Həsənov, Azərbaycan Tibb Universiteti, Həlimə İbadzadə, Bakı Ali Neft Məktəbi, dayanmaq yox, davam. Ülviyyə Xasıyeva, ADA, Rahib Cəbrayılov, ADA, Şakir Orucov, Azərbaycan Tibb Universiteti, Sevgi Heydərzadə, Naxçıvan Dövlət Universiteti, Cəlil Əhmədzadə, Bakı Dövlət Universiteti və Murad Cabbarlı Polis Akademiyası. Hədiyyələri təqdim etmək üçün Qumbaşı Məktəbinin direktoru Pərviz müəllim Əliyevi səhnəmizə dəvət edirik. Buyurun.
Çox hörmətli Talih müəllim, mən burada müəllimlərim iştirak edir, direktor yoldaşlarım iştirak edir, həmkarlarım iştirak edir. Hər birinizi salamlayıram, valideynləri salamlayıram, şagirdlərimizi salamlayıram. Biz də bir vaxtlar bura 280 balla gəlib 580 balla qayıdan şagirdlərdənik. Həmişə cənub hazırlıq kursu yüksəkdə olub. Talih müəllimin sayəsində artıq zirvələrdədir. Bu nailiyyətlərə görə təbrik edirəm Talih müəllimi və bütün şagirdlərimizi təbrik edirəm, valideynləri təbrik edirəm. Yüksək uğurlar arzu edirəm. Hər birinizi təbrik edirəm. Çox sağ olun, sizə təşəkkürümüzü bildiririk. Əziz məzunlar, üzümü tuturam sizlərə. Aranızdan çıxış etmək istəyən, ürək sözlərini bizimlə bölüşmək istəyən varmı? Salam bütün əziz qonaqlar, müəllimlər, valideynlər və şagirdlər. Bugün burada olmaq mənim üçün böyük bir fəxrdir. 3 ildir bu kursda təhsil alırdım və axırda gözlənilən nəticəni yığdım və bunun səbəbi kursun əziz, dəyərli müəllim heyətidir. Bizim üçün çəkilən bütün əziyyətlərə görə sizə dərin təşəkkürümü bildirirəm, başda Talih müəllim olmaqla. Və burada olan bütün şagirdlərə də öz uğurlarımı arzulayıram. Çox sağ olun, təşəkkürlər. Çox sağ ol, təşəkkür edirik sənə. Başqa? Rahib Cəbrayıl. Hər birinizi ilk öncə salamlayıram. Xoş gəldiniz bugünkü mərasimimizə. Başda Talih müəllim olmaqla bütün heyətə təşəkkürümü bildirirəm. Bugün bizi dəyərli sandıqları, bizi bura çağırdıqları üçün müəllimlərimizə, abilərimə dərin təşəkkürlərimi bildirirəm. Müəllimlərimə, üzərində əziyyəti olanlara hər birinə dərin təşəkkürlərimi bildirirəm. Bu yolda şagirdlərə işıq tuturlar, onlara bir növ dəstək olurlar. Uşaqların da təbii ki, özlərindən də çox böyük şeylər asılıdır, valideynlərindən. Çox sağ olun ki, valideynlər uşaqlarını cənub hazırlığa göndərirlər, uşaqlarını doğru məkana əmanət ediblər. Yəni, biz bariz nümunələrik, əziyyət çəkib bu yerlərə çatdıq. Təbii ki, qarşımızda daha böyük çətinliklər var. Amma bu yolda, bu təməli qoymamıza böyük kömək olan cənub hazırlığı olub. Təşəkkür edirəm. Cənub hazırlığa təşəkkür edirəm. Talih Mərzov müəllimimiz. Çox sağ olun və alqışlarınızla şagirdlərimizi öz yerlərinə yola salırıq. Beləliklə, əziz qonaqlar, Cənub Hazırlıq Mərkəzində 2025-2026-cı il tədris ilində 600-dən yuxarı bal toplayan növbəti 10 nəfəri səhnəmizə dəvət edirik. Uşaqlar, boşluq yaradın orada müəllimə ki. Karışdır. Cənub Hazırlıq Mərkəzinin rəhbərliyi, dəyərli qonaqlar, əziz valideynlər və sevimli şagirdlər, hər birinizi salamlayıram. Bugün bu tədbirə məni dəvət etdiyinə görə Cənub Hazırlıq Mərkəzinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu yarışda iştirak edib uğur qazanan bütün şagirdləri təbrik edirəm. Şagirdlərə gələcək həyatında uğurlar arzulayıram. Çox sağ olun.
Təşəkkür edirik Vüsalə müəllimə və şagirdlərimizə. Alqışlarınızla öz yerlərinə yola salırıq. Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları, Cənub Hazırlıq Mərkəzində 2025-2026-cı il tədris ilində 600-dən yuxarı bal toplayan növbəti 10 nəfəri səhnəmizə dəvət edirik. Təbii ki, alqışlarınızla. Beləliklə, Boladı bir sayılı məktəbdən Elmin İbadzadə gəlir. Kərgəlan məktəbindən Sina Hacı, Vurğun Xasiyev, Liman 2 sayılı, Bayram Əskərov, Boladı 1 sayılı, Hüseyin Tağıyev, Lənkəran 10 sayılı, Ayan Abdullayevə, Girdənim. Əziz qonaqlar, dayanmaq yox, davam. Polad Camalov 10 sayılı, Leyla Musayeva, Liman 1 sayılı, Naibə Cəfəri 10 sayılı, Qurban Əliyev 6 sayılı, Rail İmanov Kərgəlan və Amin Quliyev İstisu. Fəxri fərmanları təqdim etmək və ürək sözlərini söyləmək üçün Lənkəran Dövlət Universitetinin dosenti Emil müəllim Məlikovu səhnəmizə dəvət edirik. Buyurun. Hörmətli tədbir iştirakçıları, əziz şagirdlərimiz və hörmətli tələbələrimiz, bugün biz o təhsilin bütün pillələrində uğur qazanmış Cənub bölgəsinin şagirdlərinin uğuruna, sevincinə şərik olduq. İnanırıq ki, burada mənim ən diqqəti və xüsusi təsir edən xüsusiyyətlərdən biri bu oldu ki, ali məktəbdə təhsil alanlar mükafatlandırma mərasimi bizim kiçik yaşlı şagirdlərimizə bir nümunədir və nümunə olmalıdır. Və onlar da gələcək fəaliyyətini bu istiqamətdə inkişaf etdirilərək Azərbaycanın nüfuzlu universitetlərində təhsilini davam etdirsinlər. Ölkəmizə, dövlətimizə xeyirli vətəndaş olsunlar. Və bu istiqamətdə də Cənub Hazırlıq kursunun kollektivinə öz dərin təşəkkürümü bildirirəm ki, şagirdlərimizlə ali təhsil ocaqları arasında körpü rolunu uğurla həyata keçirir. Və diqqətinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Təşəkkür edirik və alqışlarınızla şagirdləri öz yerlərinə yola salırıq. Hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, indi isə hər sinif üzrə ilk 3 yeri tutaraq yüksək nəticə göstərən şagirdləri səhnəyə müvafiq ardıcıllıqla dəvət edirik. Bilirik ki, uğur pillə-pillə qazanılır və biz də bu uğuru pillə-pillə səhnəyə daşıyırıq. Əvvəlcə hər sinif üzrə 3-cü yeri qazanan və zəhməti ilə fərqlənən şagirdlərimizi səhnəyə dəvət edək. Zəhmət olmasa alqış sədaları ilə səhnəmizə buyursunlar. Beləliklə,
2 saylı məktəbdən Mehdi Babayev, Adəm Ağazadə 7 saylı, Cavid Qasımov Səpnəkaran, Mənisa Cəfərzadə Kosalar, Yaqub İsmailov 6 saylı. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün Boladı 1 saylı məktəbinin direktoru Seyran müəllim Əliyevi səhnəmizə dəvət edirik. Buyurun. Salam, hörmətli tədbir iştirakçıları, hər birinizi xoş gördük. Bu möhtəşəm tədbir üçün Cənub Hazırlıq Mərkəzinin rəhbəri Talib müəllimə təşəkkür edirəm. Kursun bütün əməkdaşlarına təşəkkür edirəm. Bu yarışmada qalib olan bütün şagirdlərə uğurlar arzulayıram. Əziz şagirdlər, uğurlarınız davamlı olsun və təbii ki, bu uğurların arxasında onların müəllimləri durur. Mən regionun bütün müəllimlərinə təşəkkür edirəm. Bu uğurlar üçün təşəkkür hər şey üçün. Talib müəllim, çox sağ olun. Çox sağ olun Seyran müəllim. Alqışlarınızla şagirdləri öz yerlərinə yola salırıq. Beləliklə, indi isə bir addım da irəli gedirik. Hər sinif üzrə ikinci yeri tutan, məqsədinə bir addım daha yaxın olan şagirdlərimizi səhnəmizə dəvət edirik. Buyursunlar, bu alqışlar sizin üçün. Boladı 1 saylı məktəbdən Yunus Qasımov gəlir. Mehdi Əlizadə Gimnaziya, Fatimə Cəfərova Türkəkəran, Hüseyn Əsədullayev 7 saylı və Xədicə Həbibova 8 saylı. Hədiyyələri təqdim etmək üçün 10 saylı məktəbin direktoru Emin müəllim Quliyevi səhnəmizə dəvət edirik. Buyurun. Mən də bütün qonaqları, müəllim heyətini salamlayıram. Bugün mənim üçün sevindirici, yadda qalan günlərdən biridir. Bugün övladlarımızın uğuru, cəmiyyətimizin uğuru deməkdir. Bu münasibətlə mən bütün qaliblərimizi təbrik edirəm və inanıram ki, gələcəyimiz etibarlı əllərdə olacaq. Bu münasibətlə mən müəllimlərimizə öz dərin təşəkkürümü bildirəm, onların zəhməti əvəzsizdir. Eyni zamanda Cənub Hazırlıq kursunun rəhbəri başda Talih müəllim olmaqla onun bütün komandasına təhsilimizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziz qonaqlar, bir uğurun arxasında təkcə şagirdin zəhməti yox, onu ilk gündən doğru istiqamətləndirən, oxumağı sevdirən və inam aşılayan müəllimlər dayanır. Bugün yüksək nəticə qazanan şagirdlərimizin uğur yolunun başlanğıcında böyük payı olan ibtidai sinif müəllimlərimizi xüsusi olaraq qeyd etmək istəyirik. İndi isə yüksək nəticə göstərmiş şagirdlərimizin ibtidai sinif müəllimlərini səhnəmizə dəvət edirik. Zəhmət olmasa, alqış sədaları altında səhnəmizə buyursunlar. Bu alqışlar sizin əvəzsiz əməyiniz üçündür. Beləliklə, 4 saylı məktəbdən Yusubova Aidə, buyurun əziz müəllimlərimiz. 1 saylı Bünyatova Günay, Şəlalə Əliyeva 10 saylı, İlhamə Qurbanova 10 saylı, Gülnar Qaramollayeva 2 saylı, Dilarə Əliyeva 2 saylı, Rəna Dadaşova 7 saylı,
Aybəniz Məmmədova 7 saylı, Sevil Əhmədova 7 saylı, Aytat Cəlilova Astara Siyətük, Vurğunə Bağırova Boladı 1 saylı, Ləzifə Mənsimova Cənub Hazırlıq Mərkəzi, Günay Musayeva Cənub Hazırlıq Mərkəzi və Ülviyə Talışova digah. İndi isə hədiyyələri təqdim etmək üçün Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru İlahə müəllimə Balayevanı səhnəmizə dəvət edirik. Buyurun. Hörmətli tədbir iştirakçıları, ilk öncə dəvətə görə və bu gözəl tədbirin hazırlanmasına görə Cənub Hazırlıq Mərkəzinə, Talih müəllimə təşəkkürümü bildirirəm. Cənub Hazırlıq Mərkəzi uzun illərdir ki, Cənub bölgəsində təhsilin inkişafına böyük töhfələr verir və onun bariz nümunəsidir ki, Cənub Hazırlıq Mərkəzinin təhsil müəssisələri ilə birgə fəaliyyəti nəticəsində şagirdlərimiz yüksək nəticələr əldə etmişdir. Gimnaziyanın məzunu Füzuli Həsənov bu günləri burada mükafata layiq görürdü və bu Cənub Hazırlıq kursunun və təhsil müəssisəsinin birgə əməyi nəticəsi idi. Bugün bütün düşünürəm ki, valideynlər böyük etimadla Cənub Hazırlıq Mərkəzinə öz övladlarını etibar edə bilərlər. Mən özüm bir valideyn olaraq öz övladımı, 11-ci sinifdə oxuyan övladımı Cənub Hazırlıq Mərkəzinə etibar etmişəm. İnanıram ki, onun uğurlarında bu kursun, bu hazırlıq mərkəzinin böyük xidmətləri olacaqdır. Təşəkkür edirəm. Çox sağ olun İlahə müəllimə, biz təşəkkürümüzü bildiririk. Görək indi ibtidai sinif müəllimlərimizdən ürək sözlərini bizimlə bölüşmək istəyənlər varmı? Sözü veririk Günay müəllim Bünyatovaya. İştirakçıları, hörmətli qonaqlar, mən də hər birinizi salamlayıram. Bugün elə bilirəm ki, bu tədbirdə ən çox sevinən mənəm. Çünki 25 yanvarda keçirilən birlik yarışmasında sinifimizin 7 şagirdi 600-dən yuxarı bal toplayıb, bir şagirdimiz isə 700 bal toplayaraq velosiped mükafatına layiq görülüb. Bu bizim sinifimizin ikinci velosipedidir. Mən müasir cəmiyyətin tələbləri səviyyəsində, şagird yetişdirmə yolunda
keçirilən bu tədbirləri yüksək qiymətləndirirəm. Cənub Hazırlıq kursunun rəhbərinə, onun komandasına dərin təşəkkürümü bildirirəm. Var olun ki, belə tədbirlər keçirməklə şagirdlər arasında sağlam rəqabət formalaşdırırsınız. Hər birinizə minnətdarlığımı bildirirəm. Bütün əməyi keçənlərə təşəkkür edirəm. Sağ olun. Alqışlarınızla fədakar və qayğıkeş müəllimləri öz yerlərinə yola salırıq. Əziz qonaqlar, uğurun sevincini bölüşmək üçün bəzən sözlər yetərli olmur, musiqi danışır. İndi isə bu gözəl anları daha da mənalı edəcək musiqi ifasını dinləməyə sizləri dəvət edirik. Beləliklə, Xədicə Mövsümovanın ifasında Söz Olmasaydı mahnısını dinləyək. Təşəkkür edirik və tədbirimiz davam edir. Əziz qonaqlar, hər sinif üzrə birinci yeri tutan qaliblərin bilik yarışı nəticələri 650 baldan yuxarıdır və onları alqışlarınızla səhnəmizə dəvət edirik. Beləliklə, 10 saylı məktəbdən Əminə Mənsimzadə gəlir. Astara Yunus Məmmədov, Uğur Əliyev 4 saylı, Əli Əlizadə 7 saylı, Hüseyin Ağayev 10 saylı, Əkbər Məcidov 2 saylı, Mehin Məmmədli 2 saylı, alqışlarımızı əsirgəməyək və Hüseyin Mürşidov 5 saylı. Hədiyyələri təqdim etmək və ürək sözlərini söyləmək üçün
7 saylı məktəbin direktoru Aynur müəllim Məmmədovanı səhnəmizə dəvət edirik. Buyurun. Salam, hər vaxtınız xeyir olsun, xanımlar və cənablar, dəyərli təhsil işçiləri, şəhid ailələri, əziz valideynlər və şagirdlər. Hər birinizi bugün böyük qürur hissi yaşayacağımız bir tədbirdə xoş gördük. Bu qüruru bizə yaşadan dəyərli Cənub Hazırlıq Mərkəzinin rəhbərliyi, hörmətli Talib müəllim və onun peşəkar komandasına biz təşəkkür edirik. Bizim ümumilli liderimiz Heydər Əliyev demişdir ki, təhsil millətin gələcəyidir. Təhsil millətin gələcəyidir, bəli. Bizim gələcəyimiz isə məhz bu balalardır. Bugün bu mədəniyyət mərkəzi çox işıqlı, enerji doludur. Çünki bütün bir Lənkəran Astara, Altınayamın düşünən beyinləri, təhsil ziyalıları, dəyərli şagirdlərimiz, yüksək bal yığan tələbələrimiz məhz bu tədbirdədir. Dəyərli Talib müəllim, bugünkü bu tədbirə bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm sizə. Uğurlarınız davamlı olsun. Diqqətinizə görə minnətdarım. Hörmətli toplantı iştirakçıları, ilk növbədə pedaqoji kollektiv olan bütün müəllimlərimizi təbrik edirik. Mən bugün bir sözü açmaq istəyirəm. Ən başlıcası bu uğurun qazanılmasında əlbəttə Cənub Hazırlıq kursunun böyük xidməti var. Talib müəllim mənim şagirdim kimi onu təbrik edirəm. Talib müəllimi tələbəm kimi təbrik edirəm. Talib müəllimi həmkarım kimi təbrik edirəm. Uğurlar olsun. Hamınıza. Çox sağ olun. Təşəkkür edirik. İbtidai sinif şagirdlərimizi sevinç və qürur dolu alqışlarla səhnəmizə dəvət edək. Buyurun, bu səhnə sizin sevinciniz üçündür. Beləliklə, Əsmanur Səfərli, alqışlar. Rövşən Pirimov, bir sayılı, Mehdi Baxşiyev, Tüccar və İqtisadzadə, 7 sayılı və Nazlı Zeynova, onları bir sayılı.
Sevinirsən? Çox sevinirsən? Necə sürəcəksən velosipedi? Harda sürəcəksən? Dərsi oxuyub sürəcəksən, yoxsa oxumamış? Oxuyub. Adın nədir? Yunus. Yunus. Təbrik edirəm, Yunus. Əlir. Hamınızı salamlayıram. Qalimlərimizi təbrik edirəm. Talim müəllim başda olmaqla Cənub Hazırlıq Mərkəzinin bütün cəfakeş kollektivini bu möhtəşəm, sözə sığmayan tədbir münasibəti ilə təbrik edirəm. Onlara minnətdarlığımı bildirirəm. Zahirən belə olur da, yaxşı tədbirdir, amma rejissorların bəlkə öhdəsindən gələ bilmədiyi gözəl bir tədbir. Minnətdarlığımı bildirirəm və bu sistemdə mən də vaxtilə işləmişəm. Amma indiyə qədər olan bu inkişaf, bu qayğı, bu diqqət indi daha artırdı. Əvvəllər bu imkanlar da yoxdur. Bir daha Talim müəllim başda olmaqla Cənub Hazırlıq Məktəbinin mərkəzinin müəllim kollektivinə və sizlərə, yəni kimi burada nə növlə zəhməti varsa, hamınıza təşəkkür edirəm. Sağ olun, salamat olun. Var olun. Çox sağ olun, təşəkkür ederim. 13 ildən artıq bir vaxtdır ki, fəaliyyət göstərən Cənub Hazırlıq Mərkəzi bugün böyük bir tədbirə ev sahibliyi etdi. Belə ki, bir müddət öncə həyata keçirilən bilik yarışının qalibləri mükafatlandırıldı, onlara müxtəlif hədiyyələr təqdim olundu. Onda bildirək ki, bu tədbirdə Lənkəran, Lerik, Masallı və digər bölgənin şagirdləri iştirak edirdi. Məlumat üçün qeyd edək ki, Cənub Hazırlıq Mərkəzi 2014-cü ildən fəaliyyətə başlayıb və Cənub Hazırlıq Mərkəzinin əsas məqsədi şagirdlərdə müsbət rəqabətliyi artırmaq, özünə inamı formalaşdırmaq və cəmiyyətdə layiqli şəxsiyyətlər yetişməsində əlindən gələni komanda olaraq eləməkdir. Və biz belə tədbirləri tez-tez həyata keçiririk. Cənub Hazırlıq Mərkəzi olaraq bu il artıq ənənəvi olaraq ikinci bilik yarışını keçirmişik. Bilik yarışı Zəfər gününə həsr olunmuş bilik yarışı keçirmişik. Həmin Zəfər gününə həsr olunmuş bilik yarışında 10 şagirdə velosiped, harada 100-dən çox şagirdə hədiyyə vermişdik. Bu il də yanvar ayının 25-də keçirilən bilik yarışında ənənəvidən fərqli olaraq həm yer tutanlara, eyni zamanda 111 şagirdə imtahanda iştirak edən hər bir şagirdə hədiyyə qazanma şansını vermişdik və 111 şagird bu smart saat, ətir, çətir və müxtəlif termos hədiyyələr qazanmışdır. Eyni zamanda yüksək nəticə göstərən şagirdlərə 650-700 bal toplayanlara qızıl fəxri fərman, 649 bal toplayanlara gümüş fəxri fərman, 500-599 bal toplayan şagirdlərə isə bürünc fəxri fərman veriləcəkdir. Təbii ki, burada bütün zəhməti çəkən orta məktəb müəllimlərdir. Orta məktəb rəhbərliyidir. Orta məktəb rəhbərliyinə, xüsusilə də ibtidai sinif müəllimlərinə, sinif rəhbərliyinə, yəni təhsilin bütün pilləsində fəaliyyət göstərən müəllimlərimizə canı könüldən təşəkkür edirik. Uğurlarının davamlı olsun. Çünki burada cəmiyyəti yetişdirən əsas ibtidai sinif müəllimləridir. Bütün yük ibtidai sinif müəllimlər üzərindədir və eyni zamanda bunun üçün də ibtidai sinif müəllimlərimizə məktəb rəhbərliyinin komanda işi olduğuna görə hər bir şəxsin özünə məxsus yeri var və bu yolda, çətin və şərəfli yolda müəllimlik peşəsini şərəflə daşıyan müəllimlərimizə canı gönüldən təşəkkür edirik və ümid edirik ki, bu uğurlarımız belə deyim də davamlı olacaq və məktəb rəhbərliyi öz işini təbii ki, peşəkar olaraq qurduqlarına görə biz inanırıq ki, biz də vətəndaş olaraq
təhsilimizin inkişafında hazırlıq mərkəzi öz əlindən gələni eləsin və cəmiyyətin inkişafında öz töhfəmizi verək. Təşəkkür Qısa bir edirik. sualım Uğurlar. olacaq. Buyurun. Bu tədbirdə bilik yarışına hansı regionun, hansı məktəbliləri və ümumiyyətlə iştirak edirdi? Bu region yarışması idi. Lənkəran Astara Lirik Masallı məktəbləri iştirak eləmişdir. 1000-dən çox şagird iştirak edib və bu 1000-dən çox şagirdlər içərisində 6 nəfər 700 bal toplayıb, 650 baldan yuxarı olan 10 şagird isə belə deyək, smart saat hədiyyə qazanmışdır. Eyni zamanda digər kitab hədiyyəsi, xüsusilə də Libra kitab evindən biz kitab hədiyyəsini və qulaqlıq hədiyyə eləmişik. Və ümid edirik ki, bu tədbirlərimiz davamlı olar. Nə qədər sponsorlarımız çox olsa, biz hər bir şagirdə təhsil yolunda əlimizdən gələni eləməyə çalışacağıq. Biz təşəkkür edirik. Mən Lənkəran rayon Boladi kənd sakini Emil İbadov, özüm müharibə iştirakçıyım, həm də şəhid ailəsindən olan bir vətəndaşam. Qardaşım İbadov Akşin vətən müharibəsində şəhid olmuşdu. Mayor Akşin İbadov. Biz artıq 4-cü ildir Cənub kursu ilə əməkdaşlıq edirik. Bu iki övladım orada oxuyur, təhsil alıb. Böyük övladım Həlimə İbadzadə keçən il Cənub hazırlıq kursunun məzun olub və yüksək nəticə ilə maksimum buraxılış imtahanda maksimum nəticə ilə məktəbi bitirib və Bakı Ali Neft Məktəbinə yüksək nəticə ilə daxil olub. İndi hal-hazırda Bakı Ali Neft Məktəbinin 1-ci kursunda oxuyur. İkinci övladım da Cənub Hazırlıq Məktəbinin mərkəzinin dinləyicisidir. İnşallah o da bu il 11-ci sinifi bitirib, yəni hədəflərimiz böyükdür inşallah. Bu münasibətlə bugünkü tədbirdə qürurluyam. İki övladımın burada səhnədə mükafata layiq görülməsi, fəxri fərmanla təltif olunması, bunlara görə Cənub Hazırlıq Mərkəzinin kollektivinə, başda Talih müəllim olmaqla peşəkar kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Ailəmiz adından biz bir pedaqoji sahədə təhsil istiqamətində, yəni ailəmizin böyük töhfələri var. Yəni o mənada ki, atam da uzun müddət pedaqoji sahədə fəaliyyət göstərib, hal-hazırda ailə üzvü. Bəli. Bu kollektivə gələcək işlərində böyük nailiyyətlər arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Həmçinin övladlarıma da, bütün məzunlara da gələcək fəaliyyətlərində böyük müvəffəqiyyətlər arzulayıram. Minnətdarıq, sözü verək Həlimə xanıma. Mən dediyiniz kimi Həlimə İbadzadə Emil qızı imtahanda 676,2 bal nəticə göstərmişəm. 3 ildir ki, Cənub Hazırlıq Mərkəzinin dinləyicisi olmuşam və demək istərdim ki, burada təhsil yüksək səviyyədə verilir, uşaqların hər bir səviyyəsi nəzərə alınır, keyfiyyətli təhsil verilir, müəllimlər əllərindən gəldiyi qədər bizlə məşğul olurlar, lazım gələndə əlavə məşğul olurlar, həmçinin bizə dərsdən əlavə mənəvi dəstək göstərdilər. Məhz belə keçirilən tədbirlər də hər bir uşağın, hər bir şagirdə bir motivasiyadır və məhz bu işlərinə görə mən Cənub Hazırlıq Mərkəzinə, müəllim heyətinə ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, varsınız və Lənkəranımızın və eyni zamanda ölkəmizin təhsilinə öz töhfənizi verirsiniz. Çox sağ olun. Mən bugün burada 10 saylı tam orta məktəbi təmsil edirəm. Lənkəran 10 saylı tam orta məktəbi ibtidai sinif müəlliməsiyəm. 35 ildir ki, ibtidai sinifdə çalışıram. Bugünkü tədbirdə çox böyük bir qürur hissi duydum və bu qürur hissinə görə Cənub Təhsil Mərkəzinin direktoru Talih müəllim və onun peşəkar komandasına təşəkkür edirəm və sevinirəm. Dəfələrlə bu yarışmalarda şagirdlərim yüksək ballar alıblar. Artıq bu sinifimizin ikinci şagirdidir ki, birinci yeri tutaraq 700 balla velosiped hədiyyəsini alır. Arzu edirəm ki, bu nailiyyətlər çox olsun, qürurlarımız çox olsun
Və bu tədbirdən elə gözəl bir təəssüratla ayrıldım ki, inanıram və bu təəssüratlarım daimi olacaq. Və buna görə də Talih müəllimə bir daha təşəkkürümü bildirirəm və kiçik bir haşiyə. Bu təşəkkürümün içində kiçik fidanlarım da var. Çox sağ olsunlar. Nə yaxşı ki onlar vardılar və biz də varıq. Təşəkkür edirik. Fikirlərim çox müsbətdir. Yəni bu silsilə tədbirlərin keçirilməsi həqiqətən də təqdirə layiqdir. Ona görə ki, bu tədbirlər həm valideynlərdə, həm də müəllimlərdə, həmçinin də şagirdlərdə daha da böyük motivasiya yaradır. Biz Cənub Hazırlıq Mərkəzi olaraq 25 yanvar tarixində Lənkəran, Astara, Lerik, Masallı məktəbləri arasında hədiyyəli bilik yarışı təşkil etdik. Bilik yarışının təşkil edilməsində əsas məqsədimiz şagirdlərin bilik səviyyəsinin ölçülməsi və onların ruhlandırılmasıdır. 8 fevral 2026-cı il tarixində bilik yarışının mükafatlandırma mərasimi keçirdik. Nə xoş ki, biz şagirdlərin o xoş təəssüratlarını onlarla birlikdə bu mədəniyyət sarayında yaşadıq. Hər birinə uğurlar arzulayıram. Bütün valideynlərə təşəkkür edirəm.